Salam əziz 11-cilər, 18 yanvar 2026-cı il Güvən nəşrlərinin növbəti sınağı və buraxılış sınağı və izaha başlayacağım. Azərbaycan dilinin izahına başlayacağım və videoya keçməmişdən öncə nə edirik? Təbii ki, kanala abunə deyilsənsə, abunə ol, videonu bəyən və izaha bax. İzaha bax. Bax, bu ardıcıllığa riayət etməklə deməli, məni də sevindirmiş olursan. Başlayaq testlərin izahı ilə. Birinci cümlədə, daha doğrusu birinci sualda qeyd edir ki, hansı cümlədə işlənmiş köməkçi nitq hissəsi ayrılıqda əsas nitq hissəsi kimi işlənə bilməz. Məsələn, axşamdan xeyli keçəndən sonra, burada sonra qoşmadır, həm də zərfdir. Deyəsən, modal sözdür, həm də arzu şəklində olan feil kimi işlədə bilərəm. Kaş sən bu sözləri mənim üzümə deyəsən. Gör bizim söhbətimiz hara gəlib çıxdı. Burada ədat kimi işlənib, həm də feil kimi, əsas nitq hissəsi kimi işlənə bilir. Dünəndən bəri yayılan xəbərlər. Bəri burada qoşma kimi işlənibdir. Bəri gəl həm də zərf kimi işlənir. Mən ancaq bu məhəllədə yaşaya bilərəm və burada ancaq sözü köməkçi nitq hissəsidir. Lakin ayrılıqda əsas nitq hissəsi kimi işlənə bilmir. Cümlə ilə bağlı yanlışı soruşur. Hava işıqlanan kimi o Teymurləngin qoşunlarının qala tərəfə necə yeridiyini gördü. İsmin xüsusiyyətini daşıyan sifət işlənib. Ümumiyyətlə bu nümunədə sifət yoxdur. Bir yanlış. Yalnız qrammatik mənaya malik bir söz var. Deməli, hava işıqlanan kimi qoşma var burada. O Teymurləngin qoşunlarının qala tərəfə, burada tərəf sözü isimdir. Necə yeridiyini gördü, necə də burada ədat falan deyil, əvəzlikdir. Deməli, 2 doğrudur. Təsriflənməyən feillər qayıdış və məlum növdədir. İşıqlanan sözü burada məlum növdədir. Teymurləngin qoşunlarının qala tərəfə necə yeridiyini, yerimək, dığı, bu da məlum növdədir, qayıdışda deyil, səhvdir. Əvəzliyin 2 məna növünə aid nümunə var, bəli, o şəxs əvəzliyi var, necə sual əvəzliyi. Cavabımız oldu yanlış, 1 və 3. Hansı cümlədə düzəltmə söz işlənməyibdir? Məsələn, Y variantında yaxınlıq sözü işlənibdir. Deyək ki, D variantında vuruşmaq sözü işlənib. İclasda sözü işlənibdir. Yazığı gəldi son vaxtlar kişi yaman fağırlaşmışdı. Bax, burada fağırlaşmaq feili işlənibdir. Amma A variantında səhlənkarlıq etmək mürəkkəb feildir burada. Cavab vermək mürəkkəb feildir. Vəzifədə sözü isə sadə isimdir və burada düzəltmə söz yoxdur. Hansı nümunədə köməkçi nitq hissəsi düzgün verilməyibdir? Düz bir il idi ki, ədatdır burada, ki bağlayıcı var. Hər yerə ərizə yazırdım, lakin cavab verən yox idi. Burada da yenə bağlayıcı var. Ədat bağlayıcı A getdi. Diqqətlə yola tərəf baxdı, yola tərəf qoşma var burada. Amma burada da bağlayıcı var, doğrudur. Bu da getdi. Axşamdan bəri qoşma var. Üzündə gəzən qəzəb ərköyün bir qınağa çevrilmişdi. Burada bir say kimi yox, ərköyün 2 qınağa çevrilmişdi, 5 qınağa çevrilmişdi deyə bilmirik. Həm də ədat da işlənibdir. Ona görə burada problem var. Siz sanki modal söz var burada. Baş verənlərə görə qoşma, məsuliyyət daşımırsınız yoxdur. Ağaclar gec çiçək açdı, elə bil. Sanki modal söz, onlar da bağlayıcı insanlardan küsmüşlər. Burada problem yoxdur. Cavabımız oldu C variant. Hansı cümlədə zərfin bütün məna növlərinə aid nümunə işlənibdir? Məsələn, bax, Y-dən başlasam, sonralar burada ancaq özünə güvənmək lazım gəldiyini yaxşıca anlamış, buna görə də xeyli yüngülləşmişdir. Nə qədər yüngülləşib? Burada oldu miqdar. Ondan sonra yaxşıca anlamış, yaxşı anlamış. Burada oldu tərz hərəkət zərfi. Sonralar, nə zaman zərfi bura, bu da yer zərfi. Deməli, hər biri var, Y variantı olmuş oldu. Belə, nümunələrdən biri ancaq məcazi mənada işlənə bilər. Yaralı yerinə toxunmaq, insanın yaralı yerinə toxunmaq olar. Yerini göstərmək, bir qonaq gəlir, ona yerini göstərə bilərsən, həqiqi mənada. Ondan sonra çörəyini kəsmək, bir yoldaşın, yəni evdə hər kəsin bir, belə deyək, balaca bir çörəyi ola bilər, onun çörəyini kəsə bilərsən. Nəyisə üstünə qoya bilərsən. Çörəyi daşdan çıxarmaq isə bu yalnız məcazi mənadadır. Hansı cümlələrdə qeyri-müəyyənlik bildirən təsirli halda olan söz? Mən sözlərimi söylədim, hökümdar, indi məsləhət də sənindir, fərmanda. Mən sözlərimi söylədim, hökümdar, indi məsləhət də sənindir, fərmanda. Burada yox. Yaşının azlığına baxmayaraq, özünü kifayət qədər təmkinli, böyük adam kimi apara bilirdin. Yox. Məclis dağılışanda
qonaqların hamısına qiymətli hədiyyələri verməyi də planlaşdırmışdı var. Məsləhətləşmişdilər ki, mahalın ən mahir qavalçısını gətirsinlər. Hətta behi də təklif etmişdilər. Lakin bundan bir şey itirməyəcəklərini düşünüb, bundan bir şeyi itirməyəcəklərini düşünüb, narahat olmağa heç bir səbəb görmürdü, heç bir səbəbi görmürdü. Burada da var, 3, 4, 5 var mı? Yox, bir daha baxıram, diqqətli oluruq. Bizdən nə soruşdu? Söz soruşdu. Konkret olaraq nitq səsi soruşmur. Deməli, bir daha baxsaq, qiymətli hədiyyələri verməyi 3 mütləq var. Məsləhətləşmişdilər ki, mahalın ən mahir qavalçısını gətirsinlər, hətta behi də təklif etmişdilər, 4 də mütləq var. Deməli 3-4 burada da var, burada da var. Bunu qoydum kənara. Lakin 2-yə bir də baxıram. Yaşın azlığına baxmayaraq özünü kifayət qədər təmkinli böyük adam kimi apara bilmişdi. 2 yoxdur. Lakin bundan bir şeyi itirməyəcəyini düşünüb narahat olmağa heç bir səbəbi görmürdü. Cavabımız oldu 3, 4, 5. İsmin xüsusiyyətini daşıyan sifətin olduğu cümləni müəyyən edəcəyik. Burada da rahatdır. Deməli soyuqlar düşməmiş. Soyuq burada. Sifətdir. Neyniyib, nə düşməmiş soyuq. Deməli, sifət ismi xüsusiyyətini daşıyır. Verilən fikirlərdən heç birinə aid olmayanı soruşur. Baxıram, eyni cinsli samit qoşalığı var. Bizdən tələffüzü soruşar yəqin ki, baxıram, nadanlıq sözündə nadanlıq, siyahı, siyahı. Qətiyyətlə sözünü bu şəkildə qeyd edəcəm. Qətiyyətlə. Rasyonal sözündə rasyonal və müthiş sözü də müthiş olduğu kimidir. Eyni cinsli samit qoşallığı var mı? Nadanlıq var. Hərflərlə səslərin sayı fərqlidirmi? Rasyonal sözündə fərqlidir. Səs artırmışam, burada yığ, getdi. Ay, niyə sildim bunu? Rasyonal. Belə. Deməli, nadanlıq getdi, rasyonal getdi. Uzun tələffüz olunan sayı işlənibdir. Nadanlıq burada var. Müthişdə yoxdur. Siyahı, aha, deyən. Saytlərdən biri fərqli tələffüz olunur. Saytlərdən biri fərqli tələffüz olunur. Rasyonal sözündə o ayə çevrilibdir. Sonra yazılışı və tələffüzü fərqlənmir. Müthişdə fərqlənmir. Bu da getdi. Qətiyyətlə sözü ilə bağlı bizdə nə çıxdı burada? Heç nə çıxmadı. Bir daha baxaq. Əslində burada bizi qətiyyətlə sözü ilə çaşdırmaq istəyirdi. Burada y-nın biri düşməsi, bu tərəfdə n-nın artırılması, deməli, səs hərflərin sayında fərq yaratmır. Cavabımız oldu nə? B variantı. 40-cı sualla davam edək. Cədvəldəki düzgün fikirlər bizdən soruşur. Vacib şəklində olan feil, əmr şəklində olan feil. Anası dedi ki, körpəsi qızdırmalıdır. Necə? Qızdırmalı, qızdırmalıdır. Bu sifətdir. Ona görə də bağçaya aparmayacaq, getdi. İşlərini bitirməlidir. Malı məli vacib. Gəlin axşam birlikdə maraqlı bir film izləyək. Bu da gəlin əmr adadı olduğu üçün izləyək sözündə deməli, bu əmr şəklində olan feildir. Təki tez geri qayıda bilək, bu arzu ədadıdır. Daha doğrusu təki arzu ədadı olduğu üçün bu geri qayıda bilmək, bu da arzu şəklindədir bu. Aydındırmı? Əmr şəklində deyil. Özümüz problemləri həll edərik. Bu da həll edərik xəbər şəklində. Cavabımız oldu 2 və 3, o da D variantı. Belə, indi bizim mətnimiz təhlükə mətnidir. Kim ki bu mətnlə tanış olmuyor, ekranı dayandıraraq mətnlə tanış olub və sualları da cavablandıra bilər. Baxaq, 41-ci sualla davam edək. Deməli, 41-ci sualda deyir ki, mətnə görə biri məqsəddir. Bax, burada məqsəd nədir? Hansı ki, Bayram Xoca qardaşı oğluna, Qara Məhəmmədə deyir ki, bizim savaş udmağımız çox vacibdir. Çünki savaş udarıqsa, o soylarımızı vahid dövlət ətrafında birləşdirə bilərik. Bu bir məqsəddir. Altından xətt çəkilmiş ifadə, mətndə söhbət, həm tabi olmaq, öhdəsindən gəlmə və s. Deməli, tabi olmaq, itaət etmək deməkdir. Başqa sözdə boyun əymək deməkdir. Onun məcazi məna qarşılığı doğrudur. Ondan sonra hədələmək, qorxutmaq,
təhdid etmək üçü də eyni anlamı ifadə edir, lakin təhdid etmək bunun məcazi məna qarşılığı deyil. Öz öhdəsindən gəlmək, bacarmaq, gücü çatmaq. Bəli, eyni mənanı ifadə edir. Gücü çatmaq da özdə məcazidir. Ehtiyat etmək, çəkinmək doğrudur, amma geri durmaq bunlarla eyni mənanı ifadə etmir. Ona görə cavabımız 1 və 3 B variantı olacaq. Qara Məhəmmədlə bağlı yanlışı soruşur bizdən. Problemləri sülh yolla həll etməyə üstünlük verir. Yox. Tarixi ənənələrə həssaslıqla yanaşır. Yox. Əmisini razı salmaq üçün köhnə bir hadisəni xatırlayıb, bəli deyir, o vaxt səni ölümdən xilas edibdi. O Qara Məhəmmədin oğlunun istədiyi, sevdiyi qızın atası Alı kişi. Bu hadisəni xatırladır. İnsanlar arasında ayrı seçkilik qoymur. Bəli, rəiyyət qızını alanda nə olur deyir. Niyə biz kasıb qan qardaşlarımıza niyə yuxarıdan aşağı baxırıq? Ona görə bu da var. Hakimiyyətə təmsil olunmaq niyyətindədir. Zaten hakimiyyətə təmsil olunubdur. 1, 2, 5 o da C variantı. Düzgün plan ardıcıllığı və burada birinci Qaraqoyunların Cəlair hökmranlığını qəbul etmir. Ona tabe olmaqdan, baxın tabe olmaqdan boyun qaçırır. Birinci bu hadisədir. Daha sonra burada yazır ki, Sultan Hüseyin hədədən işə keçibdir. Artıq deməli Bayram Xoca ilə Sultan Hüseyin arasındakı gərginliyin artması fonu. Ona görə 2, 5. Daha sonra Qara Məhəmmədin qəfil gəlişi biz görürük, növbəti hissədə biz görürük ki, Ərkiş hakimi Qara Məhəmməd qəfil gəlir və təbii ki, Bayram Xoca onun gəlişindən narazı qalır. Niyə? Çünki qalanı başsız qoyub gəlmişdir ona görə və daha sonra Qara Məhəmmədin Sultan hücumuna qeyri-ciddi münasibətini biz burada görürük. Əmsidir ki, qalanı boş qoyub gəlmirsən, xəbərin var. Bəs Sultan Hüseyin hücum edir, amma o da onun hücumunu boş-boş sadəcə olaraq belə deyək də qeyri-ciddi adlandırır və ən sonunda isə üçüncüdə cavabımız oldu A variantı. Mətnə görə düzgün fikir. Düzgün fikir burada nə ola bilər? Deməli, bax burada deyir Bayram Xoca Sultan haqqında xəbər gətirən adamlarına inanır. Hansı ki, Qara Məhəmməd inanmır. Amma Sultan deyir ki, deməli, Bayram Xoca deyir ki, burada bax bizim kəşfiyyatçılarımız lap səhih xəbər gətirirlər. Səhih nədir? Doğru olan, yalan olmayan məlumatı. Və Sultan Hüseyin qoşunları yoldadır və belə deyək də birbaşa üstümüzə gəlirlər. Ona görə öz adamlarına inanır fikri burada doğrudur. Bayram deməli Xocanın Sultan Hüseynin hücumuna münasibəti, bir də Qara Məhəmmədin Sultan Hüseynin hücumuna münasibəti. Baxın biz deyə bilərik ki, Bayram Xoca Sultan Hüseynin hücumuna belə deyək, ciddi yanaşır. Ciddi yanaşır. Yanaşır. Lakin Qara Məhəmməd Sultan Hüseynin hücumuna qeyri-ciddi yanaşır. Qeyri-ciddi yanaşır. Yanaşır. Bu birinci məsələ. Daha sonra baxın, biz burada əlavə olaraq nə yaza bilərik ki, nə ola bilsin ki, fərqli fikirlər yazmısınız. Məsələn, deyək ki, Qara Məhəmməd, bu hissəni siləcəm. Qara Məhəmməd deməli Sultan Hüseynin belə deyək də boş-boş guruldayıb yağış tökmədən ötüşən buluda bənzədir. Aydındırmı? Bu da onun qeyri-ciddi yanaşmasının sübutudur, bariz sübutudur, nümunəsidir. Bu fikri də yazmısınızsa ora, yəni Sultan Hüseynin bu hissiyə Sultan Hüseynin hücumunu bax buradan qeyd edirəm. Sultan Hüseynin hücumunu və tam yazmayacağım nöqtələr davamı olaraq Sultan Hüseynin hücumunu guruldayıb yağış tökməyən ötüşən buluda bənzədir. Lakin Bayram Xoca deməli Sultan Hüseynin hücumuna ciddi yanaşır və kəşfiyyatçılarının gətirdiyi xəbərə əsasən Sultan Hüseynin qoşunlarının yolda olduğuna inanır. Bax belə bir fikirlər yazmısınızsa doğru olmuş olacaq. Ardınca tünd hərflə verilmiş ifadəni mətnin üslubu xüsusiyyətinə uyğun olaraq obrazlı şəkildə təqdim edəcəksiniz. Baxın, özü də qoşunlarının sayı lap çoxdur. Bu nümunəni mətn bədii üslubda olduğu üçün bədii üslubun xüsusiyyətinə uyğun zənginləşdirib, obrazlı şəkildə zənginləşdirib təqdim edəsiyik. Bax biz, mən indi bir neçə variant təklif edəcəm. Özü də qoşunlarının sayı lap çoxdur. Bax, yaza bilərik ki, məsələn, özü də deyək ki, düşmən qoşunlarının sayı, deməli, qeyd edirəm buradan, özü də
düşmən qoşunlarının sayı göy üzündəki ulduzlar qədər. Məsələn, göy üzündəki ulduzlar qədər çoxdur. Bu birinci fikir. Məsələn, deyə bilərik ki, özü də düşmən qoşunlarının sayı dəniz kimi daşırdı. Belə bir cümlə yaza bilərik. Dəniz kimi daşırdı. Nə bilim mən, özü də düşmən qoşunları sel kimi axırdı. Bu kimi ifadələr yazmaqla biz burada obrazlı şəkildə təqdim etmiş oluruq. Keçid Canhayında qəssab biy axtarır. Atalar sözünü mətn məzmunu ilə əlaqələndirək. Bax, burada hansı məsələdir? Burada o məsələdir ki, bu deməli Bayram Xoca narahatdır ki, deməli Sultan Hüseyn hücum edir. Amma Qara Məhəmməd deməli bu vurhavurda oğlu üçün qız axtarır məsələsi. Bu məsələni yazacağıq burada ki, deməli Bayram Xoca yazıram. Bayram Xoca Sultan Hüseynin hücumundan narahat olduğu bir zamanda Qara Məhəmməd, qısa yazacağım, oğlunu evləndirmək istəyir. Bu məsələdir, bitdi. Daha sonra mətndə təsvir olunan hadisələr Qaraqoyunlu qəbilə birləşməsinin daxili münasibətləri barədə hansı məlumatlara verir? Biz bunu deməli Bayram Xocanın nitqində biz görürük ki, bu deməli döyüşü udmaq bizim üçün çox vacibdir. Ona görə ki biz bu savaşı udsaq, yerli cəmaata qaynayıb qarışmış dağınıq soydaşlarımızı bir dövlətdə birləşdirməyə başlaya bilərik. Pərakəndəlikdir. Deməli, yerli qəbilələr pərakəndə şəkildədir. Yaza bilərik ki, yerli, yəni Qaraqoyunlu qəbilə birləşmələri pərakəndə şəkildədir. Pərakəndə, yəni dağınıq şəkildədir. Bu bir məlumat yaza bilərik. Ardınca deməli yerli cəmaata qaynayıb qarışıb vahid dövlətdə birləşməyib, yerli cəmaata qaynayıb qarışıb, belə bir fikir yaza bilərik. Yerli cəmaata qarışaraq vahid dövlətdə birləşməyib. Bu iki fikri biz yazmaqla doğru cavab vermiş olasıyıq. Qara Məhəmmədin Sultan Hüseynə qarşı münasibətdə ironiya hiss olunur hansı cümlədə? Bax, birbaşa bu cümlədədir ki, deməli bir dəqiqə qəhrəmanlıq məsələsi. Bax burada. Deyir ki, ay əmi, Sultan Hüseynin qəhrəmanlığına çoxdan bələdik. O bu dəfə də bizi hədələyir, hücuma keçən deyil. Bax, burada qəhrəmanlıq məsələsi ironiyadır. Götür bu cümləni ora olduğu kimi köçür və maksimum balını al. Aydındırmı? Bu cümləni olduğu kimi ora köçürmək lazımdır. Və mən də vaxt getməsin deyənə görə cümləni yazmıram. Deməli, Sultan Hüseynin qəhrəmanlığına çoxdan bələdik. Burada qəhrəmanlıq məsələsi birbaşa ironiyadır. Belə. Daha sonra izah olunmayan sirlər mətnini, kim mətndən tanış olmayıbsa videonu dayandıraraq tanış olar, daha sonra sualların izahını dinləsin. Və 51-ci sualla davam edirik. İzah olunmayan sirlər mətnində çox maraqlı faktlar var idi. Deməli, 51-ci sual hansı fikirlər mətnin tezisi ola bilməz? İnsanların qeyri-adi bacarıqlarının dini baxımdan müxtəlif izahları verilir. Mətndə belə bir məqam yoxdur. Ona görə deməli bir tezis ola bilməz. Ünsiyyət insan orqanizmdə gizli mexanizmlərin aktivləşməsinə səbəb olur. Bəli, bax qeyd olunur ki, ünsiyyət insan orqanizmdə bəli, əvvəlcə belə deyək də nə baş verir? Ünsiyyət zamanı, əllə görüşmə zamanı və s. təmas baş verdikdə DNT-dən təşkil olunmuş materiya hissələrinin mübadiləsi baş verir. Və başqa sözlə biz digər insanlardan genetik materiallar toplayırıq. O özünü əvvəl pasiv aparsa da, lakin müəyyən şəraitdə aktivləşir. Bəli, ona görə 2 var. 2 ola bilməz. 2 olan variantları sildim. Alimlər
adi insan qabiliyyətlərinin izahında müxtəlif versiyalar irəli sürürlər. Bunu saxlayıram. Deməli, hündürlükdə qalmaq meditasiya ilə məşğul olan hər insanın qazandığı vərdişdir. Xeyr, ümumiyyətlə biz bilirik ki, meditasiya nədir? Yəni meditasiyanın hər kəs məşğul ola bilər də. Zehni bir nöqtəyə fokuslayaraq bədəni sakitləşdirmək üçün, o düşüncələri yönətmək üçün istifadə olunan bir praktikadır. Aydınmı? Yəni burada nəfəsə diqqət yetirmək lazımdır və s. yəni o stresi azaltmaq və s. yaradıcılığı artırmaq və s. və ilə axırda. Yəni bu kimi bir praktikadır. Hər meditasiya ilə məşğul olan, yəni hər birimiz meditasiya ilə məşğul ola bilərik, amma hər birimiz o havada qala bilmərik. Ona görə 4 tezis ola bilməz. 1-4 və insanın havada uzun müddət qala bilməsi onun fiziki sağlamlığı ilə əlaqədardır. Əslində bu fikir olaraq doğru fikirdir, amma mətndə fiziki sağlamlıqla bağlı bir cümlə, bir söz də belə keçmir. Ona görə burada 1-4-5 Y variantını düşünürəm. 3-ə gəlsə isə alimlər qeyri-adi insan qabiliyyətlərinin izahında müxtəlif versiyalar irəli sürürlər. Bəli, burada məsələn professor Elyaq Orutun versiyası var. Sovet fiziologu Anoxinin versiyası var burada. Ondan sonra deyək ki, başqa bir alim, məsələn götürək ki, burada Erik Bergols'un daha doğrusu versiyası var və s. Ona görə 3 ola bilər. Cavabımız 1-4-5 olacaq. Mətnə əsasən cədvəldəki uyğun fikirləri biz tapasıyıq. Doğrudur nə? İnsanlar ünsiyyət zamanı genetik material mübadiləsi aparır. Bayaq oxuduğum bir hissə idi. Bəli. İnsanlar deməli ünsiyyət zamanı genetik bax burada material toplayır. Bu fikir deməli doğrudur. Biri götürəcəm. Daha sonra levitasiya hadisəsi müxtəlif alimlərin marağına səbəb olubdur. Ümumiyyətcə belə deyək. Levitasiya nədir? Yəni levitasiya belə deyək, hər hansı bir obyektin yerlə təmasda olmadan öz ağırlığı altında havada qalmasıdır, süzülməsidir. Yəni bu sözün izahı budur. Hadisəsi müxtəlif alimlərin marağına səbəb olan bir fenomendir. Bəli, bu elə mətnin ilk hissəsidir. İnsanlar var ki, fikri oxumaq, gələcəyi görmək, telekinez, levitasiya kimi bir belə deyək də bir fenomenlər var ki, bəli, tədqiqatçılar müxtəlif versiyalar irəli atırlar və bunu genetik təbiətlidir deyə vurğulayırlar. Ona görə bu da müxtəlif alimlərin marağına səbəb olub, bu da var. Daha sonra qeyri-adi fenomen fərqli yaş kateqoriyasına aid insanlarda ola bilər. Əlbəttə ola bilər. Məsələn biz nə gördük? Fenomen sözü nədir də? Fenomen nadir bir şəxsiyyətdir də. Düzdürmü? Qeyri-adi bir nə bilim hadisə, fakt və ya nadir bir şəxsiyyət mənasını ifadə edir. Yəni bu fərqli yaş kateqoriyasına aid insanlarda ola bilər. Məsələn bax burada rahibliyə hazırlananların hər halda yaşı çoxdur. Bu tərəfdə bir uşağın öz valideynlərinə əvvəl harada yaşadığını, necə çağırıldığını xatırlamasını deməsi və s. və ilə axır. Ona görə bu fikir doğru fikir, yanlışın altından olmaz. Alimlər insan orqanizmindəki bütün genlərin genetik informasiya ötürdüyünü deyirlər. İnsan orqanizmindəki bütün genlərin genetik informasiya ötürdüyünü deyirlər. Bu yanlış fikirdir. Çünki məsələn Sovet fiziologu qeyd edir ki, insan orqanizmində susmuş genlər var ki, onlar heç bir genetik informasiya ötürməyə xidmət etmirlər. Heç də alimlərin hər biri yekdilliklə eyni fikirdə deyil. Ona görə 4 yanlışdır. Götürəcəm. Ehtimal ki, belə deyək, insanların qeyri-adi bacarıqları genetika ilə əlaqəlidir. Bu alimlərin təbii ki, ehtimallarıdır. Çünki baxın, burada da var. Alimlər güman edirlər, ehtimal edirlər. Bu elmi əsası yoxdur. Ona görə 1, 2, 4, 5-i götürə biləcəyik ki, Monqolistanda levitasiya ilə məşğul olanlar bu spesifik xüsusiyyəti adi bir şey sayırlar. Bəli, mətndə də qeyd olunmuşdu ki, baxın, bu spesifik xüsusiyyət onların özü üçün adi bir şey sayılır. Ona görə cavabımız Y variantı olacaq. Y yox, D variantı. Mətndə bundan danışılmır. Pasiv genlərin xarakterinin müəyyən şəraitdə dəyişməsi. Bəli, pasiv genlər daha sonra müəyyən şəraitdə aktivləşir, dəyişir. Bundan danışdı. İnsanların özünü daha əvvəl olmadığı yerə aid hiss etməsi. Bəli, məsələn bir uşaq. Keçmiş xatirələrin insan həyatında buraxdığı mənfi təsirlərdən danışmır. Yoqaya başlamaq üçün insandan tələb olunan ilkin bacarıqlardan danışmır. Uşaqlıq xatirələrinin genetik yaddaşda həmişəlik qalmasından danışılmır. 3, 4, 5 C variantı olacaq.
Professor deməli Orota aid, Sovet fizioloquna aid və Robert Stuart'a aid və professor Erik Bergolsa aid fikirləri bizdən soruşur. Baxın, məsələn, baxaq nədən? Məsələn, baxaq, elə bax buradan baxaq. Məsələn, Sovet fizioloqu onun fikrincə susmuş genlər var ki, onlar heç bir genetik informasiya ötürməyə xidmət etmir. O hardadır? Baxıb görürəm ki, məsələn, 2-yə uyğun gələcək C, hə? Bir dəqiqə, susmuş genlərin gələcək hadisələri kodlaşdırır. Yox, bir dəqiqə baxıram. Kodlaşdırma harda idi? Hə, kodlaşdırır. Bəli, düz demişik. 2-yə C variantı uyğundur. 2-yə C harda var? Yoxdur. Elə avtomatik cavabımız B variantı çıxır. İndi 1-ə məsələn Orota baxaq. 1-ə D variantı. İnsanların genlərində informasiya ehtiyatı saxlandığı güman edilir. Deməli, Orot hardadır? Belə hesab edir ki, bizim genlərimizdə kollektiv şüursuzluq adlı böyük informasiya ehtiyatı ilə əlaqə yaratmaq qabiliyyətindəyik. Bəli, bizim genlərimizdə kollektiv şüursuzluq adlı bir informasiya ehtiyatı saxlanılır. Həqiqətən də 1-ə də D-dir, digərləri də mətndə var. Baxa bilərik. Mətnə görə uşaqların əvvəl yaşamış insanların xatirəsini xatırlaması nə ilə izah olunur? Bu nə ilə izah olunur? Bax, o buradadır. Bax, o buradadır ki, deməli bir uşaq ki, hansı ki bu hadisəni bildik biz. Alimlər belə hesab edirlər ki, bəzən insanın ruhunun köçürülməsi baş verir, bəzən. Yəni dünyasını dəyişmiş insanın ruhu başqa birində yenidən doğur. Yəni bu ruhun ölümsüzlüyü ilə, düzdür? Ona görə mətnə görə ruhun ölümsüzlüyü ilə C variantı. İkinci abzasa əsasən qeyri-adi hadisələrlə bağlı elmi tədqiqatlara məhdudiyyət yaradan insan amilini müəyyən edin. Bəli, ikinci abzasda danışdı ki, Monqolistana gələn ingilis tədqiqatçısı Robert məhz burada gördüyü hadisədən təsirlənmişdir. Hansı ki, rahibliyə hazırlanan adamların birinin çox yavaş sürətlə yerdən aralandığını görür. Hardasa 3 metr hündürlüyə qalxır. 5 dəqiqə bu vəziyyətdə qalır. Sonra yavaş-yavaş aşağı enir. Və bu xüsusi keyfiyyət onların özləri üçün adi bir şey sayılır. Tədqiqatçıya maraqlı gələn bu mətləb barədə suallara isə onlar cavab verməkdən imtina ediblər. Yəni, belə yazasıyıq ki, deməli, ikinci abzası qeyri-adi hadisələrlə bağlı, bir dəqiqə, qeyri-adi hadisələrlə bağlı elmi tədqiqatlara məhdudiyyət yaradan insan amilini qeyd edəsirik. Bəli. Hə, deməli, o rahiblə bağlı biz qeyd edəcəyik ki, deməli, hadisəni izləyən ingilis, uzun yazmayaq da, qısa yazaq ki, deməli, tədqiqatçıya maraqlı gələn bu mətləb barədə, tədqiqatçıya maraqlı gələn, bax qeyd edirəm, tədqiqatçıya maraqlı gələn, tədqiqatçıya maraqlı gələn, deməli, bu mətləb barədə, deməli, rahiblər onun suallarına cavab verməmişdi. Bitdi. Mətnə əsasən sxemi tamamlayaq. Dərnəyin yaradılması yoqanı bütün kütlələr üçün əlçatan edibdir. Xeyr, yanlışdır. Niyə? Çünki bax burada bir dərnəkdən danışdı. ABŞ-ın Avoya ştatında yoga uçma klubu adında bir dərnək var. Orada deyir ki, alimlər və jurnalistlər istisna olmaqla arzu edilən şəxs oraya üzv ola bilər. Deməli, alimlər və jurnalistlər istisna olmaqla əsaslandırırıq ki, alimlər və jurnalistlər istisna olmaqla yerdə qalan kütlə üçün əlçatan idi. Deməli, bütün kütlə üçün yox, alim və jurnalistlər istisnadır. Nöqtələri yerinə uyğun fikir yazmaqla cümləni tamamlayasıyıq. Deməli, dünyada çox sirlər var ki, elm hələ də bu sirləri çözə bilməyib. Dünyada bir çox sirlər var ki, qoy buradan yazaq. Dünyada bir çox sirlər var ki, elm bu sirləri hələ çözə bilməyib. Daha sonra başqa yaza bilərik ki, dünyada elə sirlər var ki, elm
nə bilim, bu sirlərin deyək ki, açıqlanmasında, aşkara çıxarılmasında acizdir və s. Bu kimi fikirlər. Tünd hərflə verilmiş cümləni uyğun düzəliş etməklə yalnız qüsurlu məqamlarda yenidən yazacağıq. Onu bir daha ora köçürməyə ehtiyac olmayacaq. Baxırıq, görək o hardadır. Tünd hərflə verilmiş dedik. Aha, deməli, o uşaqla bağlı. Deməli, bir uşaq öz valideynlərinə əvvəllər haradasa yaşadığını, onu necə harayladıqlarını, onu necə çağırdıqlarını xatırladığını deyir. Və valideynlər uşağın dürüst göstərdiyi yox, düzgün istiqamət verdiyi, düzgün istiqamət verdiyi yerə gedirlər. Bu şəkildə. O cümləni mən buraya daha köçürmürəm. 60. Məzmuna uyğun olmayan cümlə var ki, onu tap, ilk sözünü tap və aid olduğu üslubu xüsusiyyətlərini yaz. O da bax budur. Harda idi? Bu. Deməli, afirmasiya müəyyən qısa verbal ifadənin dəfələrlə xatırlaması yolu ilə bu sona qədər. Deməli, afirmasiya sözüdür. Qeyd edirəm. İlk sözü. Afirmasiya. Deməli, gördüyümüz kimi həmin cümlə elmi üslubdadır və biz də həmin hissəyə elmi üslubun xüsusiyyətlərini qeyd edəsiyik. Deməli, öncəliklə afirmasiya nədir? Afirmasiya, belə deyək də, psixologiyada müsbət bir fikrin, belə deyək, təkrarlanmasıdır da. Məsələn, mən bacararam, mən sağlamam, mən xəstə deyiləm, mən 700 bal toplayacam, bu kimi fikirlər, müsbət fikirlər. Təbii ki, bu insanda özünə inamını artırır, insanın negativ düşüncələrini dəyişir, müsbət nəticələrə nail olmağa kömək edən bir düşüncə texnikasıdır və indi aid olduğu üslubu xüsusiyyət yazacağıq terminlərdən, termin sıxlığı, konkretlik, dəqiqlik, ardıcıllıq və s. Yəni, elmi üslubun xüsusiyyətini qeyd edirik. Sonda bir daha kanalıma abunə olmağı, videonu bəyəni və şərh bölməsində də fikirlərinizi yazmağı unutmayın. Suallarınızı şərh bölməsində yazın. İnşallah ki, cavablandıracağım. Sağ olun.